Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva artıq Buxaradadılar. Buxara hava limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın prezidenti Şəfqət Mirzoyev və birinci xanım qarşıladılar. Hazırda ölkə başçısının şərəfinə Buxara Beynəlxalq Hava Limanında bayram əhval-ruhiyyəsi var. Əhval-ruhiyyə möhtəşəmdir və ölkə başçıları artıq Buxara Beynəlxalq Hava Limanındadılar. Buxara viloyatining diqqatiga sazovor mərtəbəli mehmon aylanishadi. Buxara gündəlikdə kifayət qədər genişdir və gün ərzində məlumat verməyə çalışacağam.